Əvvəla salam aleykum. Buradan Azərbaycanımın qeyrətli bacı qardaşlarını salamlayıram. Allah köməyiniz olsun. Bizim bu videonu çəkməkdə məqsədimiz bildiyiniz kimi biz Bakı şəhərinə gəlmişik. Haqqımıza o necə ki düşən subyekt pulu üçün video çəkiliş olubdu. Bizə belə deyim, mənfi rəy yazanlar da olur, xoş söz yazanlar da olur. Necə ki xoş söz yazanların Allah köməyi olsun. Bilirlər ki biz haqqımızı istəyirik. Burada başqa nəsə artıq hərəkət eləmirik. Allah onlardan razı olsun. Mənfi fikir bildirənlər də belə deyim, zatında problem olanlardır, qanunda problem olanlardır. Oturub mənfi fikirlər yazırlar və ən əsası da bizi ruhdan salırlar. Biz çox gözəl bilirik ki, mən və qardaşlarım, biz bu döyüşü təmənnasız, heç bir maddiyyat, mənəvi güdmədən bu döyüşə getmişik. Bu gün olsa yenə gedərik. Sadəcə bizim bugünkü günü haqqımıza düşən o subyekt pulu, o məbləği biz inşallah Allahın izni ilə göydə Allah, yerdə cənab prezidentimizin sayəsində alacağıq. Və bu bir mənalı, yəni Allah bizə kömək olacaq. Mən buradan o mənfi fikirlər söyləyənlərə deyirəm. Mən and olsun Allaha ki, o mənfi fikir deyən özümüzünkilərdəndir, yəni döyüşçülərdir. Döyüşçü də deməyək, döyüşçü altında gizlənənlərdir. Sizin həyatınızdan 3 dəqiqə burada çıxış eləyərəm, ağ saçlarınız, qara saçlarınız ağarar. Sizin zatınızda problem var. Biz burada ağlaşmağa gəlməmişik, biz burada haqqımızı almağa gəlmişik. Biz burada haqqımıza nə düşürsə onu istəyirik. Biz bu dövlətdən, bu millətdən, burada ümumiyyətcə Azərbaycanda olan məmurlardan, deputatlardan biz heç nə istəmirik. Heç kimə demirik ki, gətirin bizim cibimizə 1 manat, 5 manat, 10 manat pul qoyun. Bizim qanuni haqqımıza qan pulumuz verilməlidir. Bunu sizdən xahiş edirəm. Yaxşılara bizim canımız qurban, yaxşılar bizim bacılarımız, qardaşlarımızdır. Biz videolarımızda girib, yəni mənfi fikirlər söylədiyinizi, çönün evinizin içine o fikirləri söyləyin. Yəni bizim videolarımızın altında nə yazın, nə dəstək olun. Sizin zatınız xarabdır, qanununuz xarabdır. Buyur qardaşım. Bizim cəmiyyətin içində mənfi fikirli insanlar çoxdur. Kim ki bizim videolarımıza mənfi düşüncə ilə yanaşır, kim ki fikirləşir ki biz bura ağlaşmağa və yaxud da artıq nəsə almağa gəlmişik, həmin insanlar bizim üçün düşmandır, ermənidir. Bir mənalı